Salam mənim əziz şagirdlərim. Bugün yenə mən Ayda müəllimə sizinlə elektromaqnit dalğaları və rəqsləri bölməsindən olan radio rabitə mövzusundan olan 20-ci məsələnin həllini bölüşmək istəyirəm. Əvvəla məsələnin şərtini oxuyuruq. Məsələdə deyir ki, ideal rəqs konturunda baş verən sönməyən elektromaqnit rəqsləri zamanı gərginliyin ani qiyməti maksimumun yarısına bərabərdir. Və deyir, bu cür olduğu təqdirdə i-nin maksimum olan nisbətinin kvadratı nəyə bərabər olmuş olacaq? Uşaqlar, baxın, burada həm gərginliyin, həm cəryanın nəyi var? Ani qiyməti var. Demək ki, burada həm var bizim, deməli nəyimiz? Maqnit sahəmizin enerjisi, həm də elektrik sahəmizin enerjisi. O zaman həm də maqnit UM-lər olduğu üçün, IM-lər olduğu üçün, maksimum qiymətlər olduğu üçün, həm də burada tam enerji var. O zaman tam enerji bərabərdir yazıram. Maqnit sahəsinin enerjisinin, elektrik sahəsinin enerjisinin olan cəmini. Birinci, gəlin yazaq gərginliyə görə, sonra cəryan şiddətinə görə yazarıq. Birinci gərginliyə görə yazsaq, o zaman metamın yerinə nə yazaq? U-ya görə yazsaq, CUM-in kvadratı bölünsün 2 bərabərdir. Maqnitin yerinə yazaraq, Li kvadratı bölünsün 2. Üstə gələk bunun da yerinə yazacağım, CU kvadratı bölünsün 2. Buradan 2-lər ixtisar gedəcək. Yerdə nə qalacaq bizdə? Qalacaq ki, CUM-in kvadratı bərabər Li-nin kvadratı üstə gələk CU-nun kvadratı. Qaldıqdan sonra buradan Li-nin kvadratını tapsam, CUM-in kvadratı deməli çıxılsın, CU-nun kvadratı qalmış olacaq. Düzdürmü? CUM-in kvadratı çıxılsın, CU kvadratı. Tamam. Biz də bilirik ki, bizim gərginliyimiz UM bölünsün 2-dir. Gətirib onda bunun yerinə yazacağım. C qalacaq yerində, onun yerinə yazacağım. UM bölünsün 2. UM-in kvadratı olacaq onda, çünki U kvadratı idi axı. Bölünsün 4, 2-nin də kvadratı. Li-nin kvadratı bərabərdir. Bundan bunu çıxsam, nə qalır? Burada 4, burada 3, CUM-in kvadratı. Demək ki, mən Li üçün aldım kvadrat üçün. 4-də 3 CUM-in kvadratı. İndi keçirəm cəryan şiddəti istiqamətindən baxmağa. Yenə yazıram, tam enerji bərabərdir. Elektrik sahəsinin maqnit sahəsinə cəmi. İndi bu dəfə tam enerjinin yerinə yazacağım Li-in kvadratı bölünsün 2 bərabər. Elektrik sahəsinin enerjisinə yazacağım CU kvadratı böl 2. Maqnit sahəsinə də yazacağım Li kvadratı bölünsün 2. Yenə 2-lər ixtisar getdi. Burada nə qaldı? Li-in kvadratı bərabərdir CU-nun kvadratı. Üstə gələk Li-nin kvadratı. Axı biz bayaq nə dedik? Dedik ki, burada bizim U-muz UM-in yarısına bərabərdir. Düzdür? O zaman mən burada Li-in kvadratını saxlayıram. U-nun yerinə yenə yazıram UM-in kvadratı bölünsün 4. Üstə gələk Li-nin kvadratı. İndi bura baxın, mən bayaq Li-nin kvadratını tapdım axı. 4-də 3 CUM-in kvadratı. Gətirib burada yerinə qoya bilərəm. Li-in kvadratı bərabərdir. Bu CUM-in kvadratı bölünsün 4 olduğu kimi qalacaq. Bir də üstünə gələcəm. 4-də 3 CUM-in kvadratını. Çünki Li-nin kvadratını bayaq mən 4-də 3 CUM kvadrat tapmışdım. O zaman Li-in kvadratı bərabər. Bunların bir-birinin üzərinə gəlsəm nə alıram? 4. Deməli buradan 4 alacağım. Bu 1'ə vurulsa, bu da 4 olacaq. CUM-in kvadratı. O da mənə verəcək elə nəyi? 1 CUM-in kvadratını. İndi mənə deyir ki, I kvadratı bölünsün, I maksimumun kvadratını tap. Düzdür? Bərabərdir. I maksimumun kvadratını tapsam, I-nin kvadratı bölünsün I maksimumun kvadratı gəlib nəyə bərabər olacaq? Biz Li-nin kvadratını tapmışdıq. Nə? 4'də 3
SUM'in kvadratı. Düzdürmü? Vurulsun. IM'in kvadratını nə tapdıq? 1 tapdıq, düzdür? O zaman o 1'i də yazacağım bura. 1 bölünsün SUM'in kvadratını. Çünki axı bizdə maksimum aşağıdadır. İ'nin kvadratını olduğu kimi yazdım. 4'də 3 SUM'in kvadratı. Amma burada baxıram ki, I maksimum məxrəcdədir. Axı məndə burada məxrəcdə deyil, sürətdədir. O zaman bir SUM'in kvadratını burada təpəs aşağı çöndərirəm uşaqlar. Bu da gələcək mənə nəyi verəcək? SUM'lər getdi, qaldı 4'də 3. O da bərabərdir 0,75 cavabını almış oldum.